Salam əziz şagirdlər, mən istəyirəm ki, bu videomda Azərbaycan dilindən liseye gedən şagirdlər üçün mətn testinə əgər imtahana gedən zaman səhv yazırsınızsa, onunla bağlı biraz mətn testlərindən izahlar paylaşım ki, praktik eləmiş olaq. Baxaq Kor Maral mətninə. Bu videoda sizə mətn olaraq Kor Maral mətninə baxaq. Bu mətni oxuyum. Kor Maral. Bir gözü kor maral dənizin sahilində gəlib otlamağa başlayır. Görən gözü ilə quruya baxır ki, ovçu görünsə qaçıb canını qurtara bilsin. Kor gözü isə dənizə tərəf olur. Çünki oradan heç bir təhlükə gözləmir. Bu zaman dənizdə üzən gəmidəki insanlar onu görür və oxla vurub öldürürlər. Canını tapşıran zaman maral öz-özünə deyir: mən bədbəxt, qurdan qorxdum, fəlakəti ondan gözlədim, sığındım və isə daha təhlükəli oldu. Deməli, bu mətn sizə yaxınlaşdırdım, oxudum. Gəlin onunla bağlı 5 dənə sual kitabda tərtib olunub ki, o 5 sualla baxaq. Altından xətt çəkilmiş söz aşağıdakılardan hansı məna qrupuna aiddir? Yəni sözlərdə variantlara baxıram ki, burada homonimlər, antonimlər, sinonimlər, çoxmənalı sözlər və arxaizmlər aiddir. Deməli, altından xətt çəkilmiş söz leksikologiya bölməsində keçirilən mövzulardan hansı sözə aid etmək olar? Altından xətt çəkilmiş söz gözü sözüdür. Gözü sözüdür. Əgər mən burada leksik təhlil edirəmsə, mən ilk öncə sözü kök şəkilçi ayıraram. Gözü. Əgər leksik şəkilçi edən zaman sözün başlanğıc forması kimi götürülür. Göz sözündə də başlanğıc forması göz sözüdür. Bilirəm ki, başlanğıc forması ilə bağlı kök şəkilçi bir video çəkib endirəcəm, yəni yükləyəcəm YouTube-a. Buradan gözü söz, yəni izah verəcəm demək istəyirəm. Buradan gözü sözündə və onunla bağlı bir qeyd də deyim ki, gözü sözü başlanğıc forma deyəndə leksik hissəyə kimi olan bir hissədir. Bunu bilir. Burada da olacaq göz hissəsi. Yəni sözün leksik təhlil edirəmsə, onun başlanğıc formasını mən götürəcəm. Burada da göz sözünü götürürəm. İndi baxıram, göz sözü necə sözdür? Bilirəm ki, göz sözü çoxmənalılıqdır. Çoxmənalı sözlərə aiddir. Həm də qeyd etmişdim ki, bədən üzvləri çoxmənalı olur. Bir dənə istisna söz vardı ki, bu zehin sözüydü. Bir də ağıl sözüydü. Ağıl sözü də qoyun quzu otarılan yer, yəni həm qoyun quzu otarılan yer hissə mənasında verilibsə, buradan bu artıq bədən üzvü olmadığına görə çox mənalı deyil. Bir də göz sözü, bir də zehin sözü vardı. Bir də o bədən üzvü olmasına baxmayaraq çox mənalı olmurdu. Qarşısında ikinci sualdır. Qarşısında bu uzaq işarəsi qoyulmuş sözün homonim məna tayları hansı nitq hissəsinə aiddir? Baxıram, bu qoyulmuş qurudan sözdür. Qurudan qorxdum, fəlakəti ondan gözlədim. Baxın, qurudan. Baxıram, fikirləşirəm. Bunun hansı nitq hissəsinə aid olması deyirsə, variantlara baxıb düşünürəm ki, bu deməli çox mənalı varsa və həqiqi mənalı işlədirəmsə, bu deməli fərqli nitq hissələri varsa, bu deməli homonim xüsusiyyətidir. Deməli, qurudan sözü mən homonimliyini tapmalıyam. Şərtləri qeyd edilibdir. Və homonim leksikologiya bölməsinə aid olduğu üçün bu iki şəkildə ayırıram. Quru və qurudan sözünü. Yəni çaşmamaq üçün də danı silirəm. Qalır quru sözü. Gəlin quru sözünün hansı mənalarda işləndiyini tapaq. Birincisi quru sözü işlədilir. Quru. Biri var ki, məsəl üçün o deyirək qurudan, yəni o ərazi mənasında işlədilir. Ərazi mənasında işlədildikdə ism olur. Bir də var ki, yaş olmayan, yəni nəm olmayan mənasında işlədilir. Tutaq ki, quru, məsələn, parça və s. Yəni bu mənada olur sifət. Baxıram, biri var qurumaq, yəni tutaq ki, onunla bir şey həvəsi qurudu.
Yəni yox olmaq. Yəni artıq ona aid olmamaq. Yəni o da olur feil mənasında. Bu da omonimlik daşıyacaq. İndi bu quru sözünü həqiqi mənada işləsəm, artıq yox olmaq mənasında həqiqi mənada işlətsəm, buradan olacaq burada feil. İsim, sifət, feil. O da olur A variantında. Keçək 3-cü suala. Mətnlə görə doğrudur. Burada doğru olduğunu soruşur. Maral çayının sahilində otlamağa başlardı. Burada maral çayın sahilində xeyr. Burada dənizin sahilində otlamağa başlayırdı. Burada bu yanlışdı, çıxdı. Maral çöl gözü quruya tərəf idi. Xeyr. Daha da qurudan burada çöl gözü axı görmürsə, demək quruya güvənir ki, ona baxmır da. Amma buradan dənizi güvəndiyi üçün o çöl göz zaten xain ki, yəni çöl gözüm ora baxsalar, baxmasa da olar. Burada çöl gözüm yəni quruya deyil də dənizə baxırdı, onu demək istəyirəm. Dənizə, bu da yanlışdı, çıxdı. D-də maral aslandan qorxduğu üçün tez-tez quruya tərəf baxırdı. Aslandan deyil. Burada aslında ovçudan qorxduğu üçün o tez-tez baxırdı. Yəni bu fikir də səhvdir. Maral timsahın əlinə xilas ola bilmir. Xeyr, burada yəni xilas ola bilmir. Burada gəmidəki insanlardan xilas ola bilmir. Gəmidəki insanlardan xilas ola bilmir. Bu fikir də yanlışdır. Amma Z variantında maral fəlakəti qurudan gözləyirdi. Bəli, qurudan gözləyirdi. Çünki o deyir ki, quruda, yəni ovçu qurudan gələrdi. Yəni insan qurudan gəlir. Heç haqlı gəlməzdi ki, orada ovçu deyil də, yəni orada onun təhlükə belə, yəni insanlıq, yəni orada gələn insan dənizdən gəlsin, gəmidən dənizə gəlsin. Bu onun ağlına gəlməmişdi. Bu doğru fikirdir, mətndə olan fikirlə eynidir. Ona görə olacaq C variantı. 4. Mətnin məzmununa aid uyğun adlar sözünü müəyyən edin. İşləyən dəmir, pas, tutmaz. Ehtiyat edin, yaraşıqlı. Kənardan baxan döyüş asan görsənir. Yalançının evinə qədər qovarlar. Zəhmət çəkməyə rahatlığın qədrini bilməz. Burada ehtiyat edin, yaraşıqlıdır. Çünki o maral ehtiyatlı olmalı idi ki, yəni bu dənizdən də gəlir, onun nəsə bir fikir tapmalıdır. Oradan fikir yürütməlidir ki, buradan iki tərəfdə fikir baxmalıdır. Yəni bu onun ehtiyatlı olmasıdır. Bu ehtiyat yerin yaraşığıdır. Yəni bu fikir buna daha çox uyğun gələr. Keçək 5-ci suala. Tünd, qara hərf, tünd, qara hərflə verilmiş nitq sözlər səslərin sayı hərflərin saylarından çoxdur deyir. Yəni həmin o sözlər, qara hərflə verilmiş sözlər yazın. Başlayır, ovçu, həmin o sözləri sizin üçün göstərim. Başlayır, ovçu, dənizə, oxla, təhlükəli sözlərdir ki, bu sözləri də bura qeyd edəcəm sizin üçün. Və tələffüzündə sonra qeyd edəcək. Çox vaxt getməsin deyə videonu dayandıraraq qeyd elədim, gəlin yazım, yəni bunların tələffüzünə baxaq. Başlayır sözünə baxın. Başlayır kimi tələffüz olunur. Başlayır sözü başlayır yox da elə başlayır. Başlayır olduğu kimi tələffüzü qalır. Dənizə sözü dənizə olduğu kimi qalır. Ovçu olduğu kimi qalacaq. Oxla sözü oxla olacaq. Təhlükəli sözü də elə olduğu kimi qalacaq. Baxın, deyir, tünd qara hərflə verilmiş sözlər yazdım. Sözü səslərin sayı hərflərin sayından çoxdur deyəndə səslər hərflərdən çoxdur deyə bir sxem yazıram. Yəni səs daha çox olmalıdır. Baxıram, buradan oxla sözü olacaq. Oxla sözü kimi tələffüz olunubdur. Çünki fikir veriniz kimi 1, 2, 3, 4 oxla sözündə 4 hərf olubdur. Oxla sözündə isə 5 hərf olubdur. Qalanlarında isə olduğu kimi eləmişəmsə tələffüzdə qalır. Burada bir dənə fərqli konuya bir dənə söz olduğuna görə qalanları uyğun gəlmir. Bir fərqlidir, ona görə olacaq A variantı. 5-də olur A variantı.
Kör moral mətni sizin üçün onun suallarını, izahını verdim. Əgər bu videom sizə faydalı olursa, kanalıma like atıb abunə olmağı unutmayın və tanıdığınız insanlarla paylaşın ki, onlar da bu cür videodan faydalana bilsinlər.